Əziz dokuzlar, Mixed bölümünə 54-cü testdən davam edəcəyik. Demək, 54-cü testdə grease, sugar and salt hissədə demək, qənd və yaxud da şəkər vardır. We don't need to buy any. Almağa ehtiyacımız yoxdur. Almağa ehtiyacımız yoxdursa, onda burada yetərincədir. Belə fikirləşmək olar. Yəni o mənada burada sayılmayan isimlərlə işlənən match seçiləcək. Başqa cür baxsaq, a few, many, few bunlar sayılanlarla işlənir. A lot isə feili təyin edir, yəni zərfdir. İsmin qarşısında belə deyək işlənməz. Ona görə də match seçə bilərik. 55-ci testə baxırıq. Mike likes traveling. Mike səyahət etməyi xoşlayır. So do I, neither do I qrammatik hissəsinə aiddir. Burada baxırıq ki, feilin sonunda s var. Demək ki, indiki sadə zamandadır. İndiki sadə zamanda bu quruluşu düzəltmək üçün do, does bunlardan istifadə etməliyik. Cümləmiz təsdiq olduğu üçün biz inkarları siləcəyik. İnkarlar olmayacaq. Zaten doesn't-dan to da, to ilə daha doğrusu doesn't işlənməz. Yəni to inkarı işlənməz. Bunu da sildik. İki variantda qalanda burada A-də baxırıq. Bu sonda işlənsə də özündən qabaq inkar istəyir. Bunu da silirik. Onda qalır D variantımız. Növbəti 56-cı testə baxırıq. I have never seen such a beautiful place. Mən heç vaxt belə gözəl bir yer görməmişəm. Have seen indiki bitmiş zamandır. Burada have əsas feil deyil. Ona görə də burada so do I, neither do I bölümünə aid qaydaya baxsaq, demək bunun düzəlişi have-lə olacaq. Have-in özü ilə verilməlidir. Və inkarda olmalıdır neverə görə. O mənada təsdiqi silirik. So ilə inkar olmaz, sildik. Have-in özü ilə verəcəyimiz üçün qarşılığı, ona görə də do ilə olan qarşılıqları da silirik. Bizim üçün qalır burada B variantı. Davam edirik 57-ci testlə. She's busy, o məşğuldur. Aha, nöqtələrdən sonra burada time var. Demək, bir də baxırıq, burada doesn't, boşluq var. Doesn't go out. Burada fikir verir ki, və, and və doesn't go out çölə və yaxud da bayra neyə bilməz, gedə bilməz. Hərəkəti ifadə etdiyinə görə burada zərf olmalıdır. İkinci tərəfdə zərf yerində much, much, a lot işlənə bilər. Bunlar qalsın. Amma a lot of burada zərf mənasında çıxış eləyə bilməz. Ona görə B və D variantını silirik. Baxırıq ki, burada time demək, sayılmayan isimdir. Sayılmayandan many, few işlənməz. Bunlar sayılanlar və sayılıb cəmdə olanlarla işlənir. Qaldı bizim üçün C variantı little, much. 58-ci testə baxırıq. Haldan sonra nöqtələr və yaxud da boşluq qoyulub, sonra time var. İkinci cümlədə də baxıram, burada time var. Burada time vaxt anlamındadır. Demək, baxırıq, a lot ikinci tərəfdə A-bərnində a lot belə deyək, zərfdir. İsmin qarşısını işlənməz, sildik. D variantında baxırıq. A few sayıla bilən cəmdə olan isimlərlə işlənir. Time sayılmayandır. Many eyni ilə sayıla bilən cəmdə olan isimlərlə işlənir. Bunları sildik. İndi birinci tərəf üçün baxsaq, much, burada da a lot of var. Hər ikisi sayılmayan isimlə işlənə bilər. Burada da many, little var. Many yenə burada time sayılmayan olduğu üçün işlənə bilməz. Silirəm. Qaldı mənim üçün E variantı. Demək, cümlə belə oldu. How much time did you spend on doing the tests? Testi etmək üçün, əldə etmək üçün nə qədər vaxt sərf etdin? I spent a lot of time deyir. Mən çox vaxt sərf etdim. Belə bir cümlə quruluşu. 59-cu testə baxacağıq. Biraz çəkim yuxarı belə. Aha. John never makes. Feilin sonunda esi gördük. Notes of a lecture. Aha. Və cümlə inkardadır. Bunun demək, qarşılığı əgər butla olsa inkar ola bilməz. Çünki burada bir never var. O mənada A-lərini silirəm.
İkinciyə baxsam, burada inkar var, never. To ilə inkar verilə bilməz. B variantını da sildim. Cümlə inkarda olduğu üçün inkarla cavab verməliyəm. Təsdiqləri silirəm. Qaldı C variantı. Sonra ayda. Burada da don't-u görürük. Doğru variantdır. 60-cı testə baxacağıq. 60-cı testdə ismi birləşmələrdir. Oflu birləşmə var. Oflu birləşmə olanda mən demək birinci tərəfə əsasən nəzər yetirirəm. Burada sonu S-lə qutarır. A few sonrasında gələn ismi cəmdə istəyir. Bu doğrudur. 2-yə baxsam, a little baggage. Baggage sayılmayan isimdir. A little-la verə bilərəm. Bu doğrudur. Baggage dedik ki, sayılmayandır. Many ilə verə bilmərəm. Many ismi sayılan isim istəyir və cəmdə istəyir. Ona görə 4-ü sildik. Few baggage, yenə few sayılan cəmdə olan isim istəyir. 3-ü də sildik. Much baggage deyə bilərəm. 1, 2, 5 doğru variant olacaq. 1, 2, 5 A variant. 61-ə baxırıq. Many bread deyə bilmərəm. Çünki many sayılan cəmdə olan isimlər istəyir. 1, 7. A few pieces of bread. Bunu deyə bilərəm. Oflu birləşmədir. Birinci tərəfə fikir verirəm. Sayıla bilən cəmdədir. Düzdür. Much bread də deyə bilərəm. Much sayılmayan isimlərlə işlənə bilir. Bread də sayılmayandır. A little bread də deyə bilərəm. Bu da doğrudur. Amma few bread deyə bilmərəm. Çünki few ismi sayılan isim istəyir və cəmdə istəyir. Demək 2, 3, 4 B variant. Növbəti 62-ci testə baxacağıq. 62-də I haven't spoken with the members of delegation yet and deyir ki, mən hələ də heyətin üzvləri ilə danışmamışam. And indi ikinci tərəf üçün baxacağıq. Birinci tərəfdə inkar var, ikinci tərəfdə inkar ola bilməz və to inkarla işlənməz. Burada görürük. Ona görə A variantını sildik. İkinci tərəf yeni bir cümlədir. Bu cümlə A-də əvvəldə gələ bilməz. B variantında sildik. Həm də inkarla cavab verməliyik. Burada inkar yox idi. Nədə did most of my friends deyə bir cavab var. Amma burada baxsaq, haven't spoken. İndiki bitmiş zamandır. Have-in özü ilə qarşılıq verməliyəm. Burada isə did-lə qarşılıq verilib. Ona görə bunu da silirəm. Daha sonra baxırıq D variantına. D variantını neither have most of my friends doğru olar. İnkardır. İnkara qarşılıq verməliyim. Neither doğrudur. Have. Burada have ilə dedik ki, qarşılıq verməliyik. D variantı doğrudur. Most of my friends have A-də. A-də varsa burada inkar olmalıdır. Yoxdur. 63-cü testə baxırıq. Please buy some milk. Biraz süd al deyir. Söhbət burada süddən gedir. There is vardır deyir. Left in. Demək, soyuducuda vardır. Amma al deyirsə, demək, soyuducu da azdır. Bir də süddən söhbət getdiyi üçün sayılmayanlarla işlənən kəmiyyət bildirən söz götürməliyəm. Sayılanlarla işlənənləri sildim. A lot isimlə işlənməz. O mənada silindi. Very much bir də little qaldı. Məntiqi olaraq very much işlədə bilmərəm. Çünki çoxdursa niyə alın? O mənada B-yi də sildik. Y variantı. 64-də baxırıq. Nöqtələr demək verilib. Guests, qonaqlar, were invited, dəvət edilmişdi. But var burada bir. Came, gəlmişdir deyə belə bir cavab var. But varsa bir tərəf təsdiqsə, bir tərəf inkar və ya bir tərəf inkarsa, bir tərəf təsdiq. Guests sayılan cəmdə olan isimdir. Ona görə də burada match olmayacaq. Bunu silirik. Digərlərinə baxırıq. But varsa bir tərəf təsdiq, bir tərəf inkar dedik. Burada few şəklində verilib. İkisi də inkar və yaxud da mənfi anlam daşıyır, sildik. Və yaxud da variantına many. Bu da ikisi də eyni anlam daşıyır. Lakin but-da dedik ki, mənalar fərqli olmalıdır. A lot of many də bu tipdir. Hər ikisi çox deməkdir. Mənada silirəm. Qaldı mənim üçün burada C variantı. Many guests were invited. Demək, çoxlu qonaqlar dəvət edilmişdi. But few came. Lakin yetərsiz sayıda gəlmişdi, belə deyək. 65-ə baxırıq. 65-də doğru təklifləri seçəcəyik. A few fresh fish. Fresh fish sifət isim əlaqəsidir.
Burada bu demək sifət ismi təyin eləyir. Yəni burada verilən say bildirən söz isimlə bağlıdır. Fish təkcə cəmdə eyni cür yazılır. Sadəcə qarşısında artikel varsa təkdədir. Amma buradakı sizi çaşdırmasın. Bu fishə aid artikel deyil. A few demək kəmiyyət bildirən sözü ilə bağlıdır. Ona görə bu doğrudur. Yəni çox yeni və yaxud da təzə balıqlar anlamındadır. A few piece of advice oflu birləşmədir. Birinci tərəfə baxırıq. A few cəmdə sayıla bilən isim istəyir. Amma burada sayıla bilən isim olsa da təkdə verilib. Ona görə ikini çıxdıq. A few colorful t-shirt. Yenə demək sifət isim əlaqəsində qarşıdakı colorful sifətdir. T-shirt ismini təyin edir. Yəni buradakı a few t-shirtlə isimlə bağlıdır. A few deyibsə burada t-shirts olmalı idi. 3 də səhvdir o mənada. A few pairs oflu birləşmədir. Ofdan qabaqda olan isim demək cəmdədir, doğrudur. Ona görə 4-ü də seçəcəyik. Yenə oflu birləşmə, ofdan qabaqda isim. S sonunda isə görürəm, cəmdədir, bu da doğrudur. Yəni 1, 4, 5 doğru variantım D variantı. Növbəti 66-cı testə baxaq. Demək, which of the given? Yaxşı, burada da yenə təklifləri seçirik. Oflu birləşmə var, ofdan qabağa baxacaq. Demək, isim cəmdədir, a few ilə verilib, doğrudur. A few isimləri sayılan isim istəyir və cəmdə istəyir. Bir doğrudur. İkinciyə baxırıq, short skirt. Burada sifət isim əlaqəsi var. Sifət isim əlaqəsi. Bu sifət ismi bayaq dediyimiz kimi təyin edir. Yəni, buradakı a few, skirt köynəyə aiddir. Bu cəmdə olmalı idi. O mənada səhvdir. Oflu birləşmədir. Oflu birləşmədən qabağa baxırıq. İsmin qarşısında a few işlənibsə, həmin isim cəmdə olmalı idi. Bu da səhvdir. A few pieces, bu mənada bura düzdür. A few fat sheep, bu da düzdür. Nə mənada? Burada belə deyək, kök demək qoyunlardan söhbət gedir. Söhbət qoyunlardan getdiyi üçün a few burada düz verilibdir. Qoyun, qoyunlar, sheep, əgər təkdə olsaydı a sheep deyə qarşısında yazılmalıydı. Baxırıq, burada artikel yoxdur. O mənada 5 düzdür. Demək, 1, 4, 5 doğru variantımız C variantı. 67-ci testdəyik. Biraz qaldıraq yuxarımını, rahat olsun. Demək, a few freedom deyə bilmərəm. Freedom, azadlıq, mücərrət anlam olduğu üçün sayılmır. Biri çıxdıq. A few sayılan, cəmdə olan ismi istəyir. Təkrarən ifadə edeyim. Oflu birləşmə var ikincidə. Oflu birləşmədə birinci tərəfə baxırıq. Burada cəmdədir. A few də ismi sayılan olaraq cəmdə istəyir. 2 düzdür. A little tomato soup. Demək, sifət, daha doğrusu isim əlaqəsində ikinci ismə baxırıq. İkinci isim burada soup sayılmayandır. A little da sayılmayan isimlərin işlənir. Ona görə doğrudur. Only özündən sonra a few, bir də a little ala bilər. Demişdik bunu. Amma burada baxırıq ki, artikel yoxdur. Ona görə sildik. 2, 3 doğru variantımız C variantı. 68-ci testdə yenə isimlə bağlıdır. A few business letters. İki isim yan-yana gələndə ikinci ismə baxırdıq. İsmin sonunda S-i görürəm. A few ilə isim sayılan və cəmdə olmalıdır. Düzdür. Few drop of liquid. Burada drop sonunda S olmalıdır. Çünki few da a few kimi ismi sayılan və cəmdə istəyir. Səhvdir. A little pieces of music. Oflu birləşmədə birinci tərəfə baxıram. İsim sayılan və cəmdədir. A little isə sayılan isimlərlə işlənər, sildik. A little lemon juice. İki isimdən yan-yana gələndə ikinci ismə baxıram. Söhbət demək, meyvə suyu ilə gedir. Meyvə suyu sayılmayan olduğu üçün qarşısında a little işlənə bilər. 1, 4 doğru variantımız B variantı. 69-cu testdə yenə demək, baxırıq. Television programs. İki isim yan-yana gəlib. İkinci ismə baxacaq. İsmin sonunda S var, cəmdədir. A few ismi bir daha təkrar edirəm. Sayılan və cəmdə istəyir. Bir doğrudur. A little apple jam. İki isim yan-yana gəlib. İkinci ismə baxıram. Jam sayılmayan isimdir. A little ilə işlənə bilər. Doğrudur. Few drop yuxarıda var idi. Burada drops olmalı idi. Oflu birləşmədir. Ofdan qabaq ismə baxıram. Qarşısında few, a few varsa isim sayıla bilən və cəmdə olmalıdır. Səhvdir. A little drops of rain.
Of-dan qabaq dropa baxıram, sonunda S var, amma qarşısında sayılmayan isimlərlə işlənən cəmiyyət bildirən söz var. Bu da yanlışdır. 1, 2 doğru variantım C variantı. Növbəti 70-ci testə baxacağıq. We didn't miss the chance of visiting London. Demək, inkarı gördük burada. İnkarı gördüksə, cavabımız ya inkarla olmalıdır. Əgər batla veririksə, bu zaman təsdiq verilməlidir. Çünki birinci tərəf inkardır. O mənada demək, A variantı doğru variantdır. Amma gəlin o biri variantlara da baxaq. Bura inkardırsa, batdan sonra dedik ki, təsdiq olmalıdır. Amma burada inkar verir. B variantı səhvdir. İnkarla so verə bilmərəm. Yenə inkarla so işləmir. To inkarla işlənmir. O mənada bunu da silə bilərik. 71-ci test. The children found yellow pears under the tree. Demək, baxırıq burada. Sifət, isim əlaqəsi və ismim cəmdədir. Sayıla bilən cəm isimdir. O mənada qarşıda, burada sayıla bilən cəm isimlərlə işlənən, cəmiyyət bildirən sözləri seçməliyik. A little sayıla bilməyən isimlərlə işlənir, so much sayıla bilməyəndən. İsmin qarşısında, demək, kifayət qədər mənasını verən enough işlənə bilər, many işlənə bilər. 3, 4 doğru variantım olar. 72-ci testdə adding lemon juice, 2 isim yan-yana gəlir. Mən ikinci ismə baxacağım. İkinci ismim, demək, meyvə suyudur. Sayılmayan isimdir. O mənada burada sayılmayan cəmiyyət bildirən sözlərlə sayılmayan isimlərlə işlənən cəmiyyət bildirən söz istifadə edəcəyəm. İkinci tərəfə baxıram. I am not ready yet. Mən hələ hazır deyiləm. I need more time. Burada da yenə sayılmayan vaxt anlamını verən isimdən söhbət gedir. Demək, əgər mən hələ hazır deyiləmsə, biraz daha vaxta ehtiyacım var. Yəni, yetərincə vaxta ehtiyacım var. Bu anlamda birinci də elədir. Little yox, a little istəyir. Bu anlamda a few, many, yəni sayılan isimlərlə, sayılan cəmdə olan isimlərlə işlənənləri çıxırıq. Dediyimiz kimi burada little yetərsiz sayı anlamındadır. Ona görə inkar mənanı çıxırıq və burada qalır bizim üçün a little. Cümləyə belə də baxa bilərsiniz. Demək, sayılanlardan few, sayılmayanlardan little mənfi məna verir. Bizim ikinci cümləmizə fikir versəz, onsuz da birinci tərəfi inkar anlamdadır, mənfi anlamdadır. O mənada burada bir də inkar, belə deyək, məntiqi olaraq verə bilmərəm. 73-cü testə baxırıq. How many pages should I translate? Mən nə qədər səhifə tərcümə etməliyəm, gərək tərcümə edən belə bir demək, cümlədir. Burada pages baxıram isimlərdən sonra, nöqtələrdən sonra gələn ismə. İsim cəmdədir. Ənalizə ilə işlənməz. Niyə? Çünki ənalizə təkdə olan isim istəyir. O mənada ki, tərkibində demək, article var. Bir mənasını verən article var. Y variantında adə, adəs, sonu S-lə qurtaranlar. Demək, adədir, adəs. Bunlar özündən sonra isim istəmir. Sildik. Much sayıla bilməyənlərlə işlənir. S, demək, törəmələrlə işlənər. Bunu da silirik. Burada qaldı demək, variantımız mo olaraq. 74-ə baxırıq. Norman didn't miss a chance of working in this company. Demək, burada inkar var. İnkar varsa, onda cavabımızı verərkən diqqət edirik. Burada təsdiq olanları, so ilə verilənləri silirik. To ilə didn't işlənməz. Bunu da silirik. Qaldı iki variantda. İnkar olduğu üçün inkarla cavab verməliyəm, amma bat olduğu üçün bir tərəf inkar, bir tərəf təsdiq olmalıdır. Birinci tərəf inkar olduğu üçün ikinci tərəfi təsdiq seçməliyəm. O mənada B variantı da səhvdir. Növbəti 75-ci testə baxacağıq. 75-ci testdə the weather has been very dry recently. Has been yetərincə heç bu mənə lazım deyil. Solda ayağa ağlım getdi bir anlıq. Demək, very dry çox qurudur. Çox qurudursa, demək, we have had, onda yağış necə yağıbdır?
yağış sayılmayan isimdir. Əvvəl belə baxaq. Mən buradan many sayılanlarla olanı silirəm. Few sayılanlarla olanı silirəm. A lot zərfdir. İsmin qarşısında gəlməz. Muchla little-da qalsaq, burada birinci tərəfin verdiyi mənaya görə, yəni buranın verdiyi mənaya görə, əgər hal-hazırda belə deyək, quraqlıqdırsa, çox quraqlıqdırsa, onda demək yağış az yağıbdır, az düşübdür. O mənada much ola bilməz. Doğru variantımız demək little olacaq. 76-cı testə baxırıq. 76-da Sarah likes physics very much. Likes isim, belə deyək, xəbər feilin sonunda s var. Feilin sonunda s varsa, indiki sadə zamanda işlənib, üçüncü şəxsin təkində və qarşılığında so do I, neither do I demək, qrammatikasına uyğun olaraq do, does istəyəcək və təsdiqdə olacaq. Təsdiqdə olacağı üçün demək, B variantını silirik. Burada inkar var, neither. Həmçinin C variantında inkar var, sildik. So, inkarla işlənməz, sildik. İki variantda qaldıq. Dedik ki, do, does-la demək, qarşı hissəni düzəltməliyik. Başqa cür baxsaq, bu cümlənin içərisində, yəni əvvəldə verilən cümlənin içərisində buradan bura baxırıq. To be forması yoxdur. To be olanı da sildik. Qaldı so does Bill. 77. He didn't borrow books from the local library. Yaxşı. Nöqtələrdən sonra isim cəmdədir. Sayılabilən cəmdir. Sayılmayanlarla işlənəni sildi. A lot isimlə işləməz. Yəni ismin qarşısına a lot verə bilmərəm. Silirəm. Burada cavabım qaldı 2, 3, many, any işlədə bilərəm. 2, 3, doğru variantım C variantı. 78-ci testə baxırıq. 78-də negative sentence, inkarda olan cümləni seçməliyik. Amma burada da diqqətli olmalıyıq. Demək, birinci cümləyə baxsaq, birinci cümlədə never do something in a hurry deyir. Burada something verib, some və onun törəmələri inkarda verilə bilməz, sildik. Don't, bir inkar burada var, bir inkar burada. Bunu da sildik. C variantına baxsaq, C variantına never do anything in a hurry. Bu qalsın. Bura fikir veririk. Bir inkar, iki inkar. Yəni, ola bilməz. Yenə burada never, no, ola bilməz. Doğru variantımız C variantıdır. Never do anything in a hurry. Burada da deyə bilərsiniz ki, törəmə var. Amma any-nin törəməsidir. Any inkarda işlənir. 79-cu testdən baxacaq. Biraz yuxarı çəkim. Aha. 79-da demək, they will join us to şəklində verilib. A də burada verilib. Burada da not var. Yəni, inkar kimi görünə bilər. Amma mənim cümləm, burada baxırıq, gələcək zamandadır. Yəni, will not deyə verilməlidir. O mənada səhvdir. Not to ilə. Yəni, to inkar cümlədə işlənməz. Silirəm. Bu da səhvdir. Olsa da həmçinin inkarla işlənməz. To ilə olsa heç vaxt inkar cümlədə yəni işlətmirik. D variantına baxsaq, demək, burada da they will, bunun inkarı join, they will join us, ney də sonda verilibdir, sonda işlənə bilməz, sildik. A də sonda verilməlidir, burada verilibdir, qarşıda da inkar var və will də işlənib, ona görə Y variantı doğru variantdır. 80-ci testdə yenə eyni bir testi baxacaq. That was either an apple or a pear. Burada baxırıq. Demək, həm neydən nor verilib, baxın. Həm də not verilib. İki inkar bir yerdə sildik. Burada sadəcə neydən nor verilib, inkar varmı? Yoxdur. Amma ismin qarşısında artikellər də yoxdur. Yəni, diqqətli olmaq lazım. Belə təsdiqdə verilən cümlədə biz burada artikelləri görürük. C variantına baxsaq, burada yenə artikellər yoxdur. Sildik. D variantına baxsaq, not verilib. Demək, harada olmalıydı? Sonda verilməliydi. Bundan başqa yenə burada artikel yoxdur. Görmürəm. Sildim. That was neither an apple nor a pear. Bu doğru variantdır.
81-yə baxırıq. Yenə doğru olanı seçəcəyik. Neither nor gördük burada. Neither nor. Başqa inkar varmı? The sky was cloudless. I saw neither the moon nor the stars there. Bu doğru varianta oxşuyur, qalsın. The sky was cloudless. I didn't see no moon. Yaxşı, bir inkar burada. Yəni bir cümlədə birdən çox inkar biz verə bilmərik bu şəkildə. C variantına baxırıq. C variantında yenə burada didn't var, burada da neither nor var. Yenə iki inkar var, verə bilmərəm. Sky was cloudless. I couldn't. Aha, baxın, yenə bir inkar burada, bir inkar burada. Bunu da sildik. Bu cümlədə baxsaq, nə var burada? Neither or yox, neither nor olmalıdır. Bu da səhvdir. Qaldı variant. Saat artıq birin yarısı gecə. O mənada biraz ola bilər ki, səhvdə buraxsam, bildirin. 82-də baxırıq. Yenə eyni qayda ilə düzgün negativ inkar cümləni seçəcəyik. Neither nor. Burada da didn't var. Demək, olmaz. İkinciyə baxıram. Neither no ilə işləm. Neither no versəm axı burada. Neither Tom nor John went to London. İki inkar kimi olacaq. Bunu da verə bilmirəm. Neither Tom nor John. C variantı doğrular. Neither or olmaz. Burada neither nor, bir də didn't var. Bu da olmaz. Doğru variantımız C variantı olacaq. Növbəti testə baxaq. Neither nor, burada no və ya var. Bir dənə də inkar var, yəni iki inkar var. Ecə ilə nor yox, or olar. Bu da yanlışdır. Neither nor, burada bir dənə də not görürəm. Ona görə bunu da sildim. Neither nor. Yaxşı. Burada bir not gördüm, bir də no və ya gördüm. Bunu da sildim. 83 demək oldu D variantı. 84-də cümlənin özünə yenə baxıram. Baxın, artikelları gördüm. Bunu demək gözləyəcəm. Birinci növbədə there was not either. Bax, spoon. Burada verilib, amma burada verilməyib. Sildik. There was neither spoon nor fork. Artikellar yenə yoxdur. Sildik. No spoon and yaxşı. İnkar cümlədə and verə bilmərəm. Ona görə silirəm. Bağışlayın. There was neither a spoon nor a fork. Bu doğru oxşuyur. Dursun, bir də Y variantına baxaq. No a spoon and. İnkar cümlədə yenə deyirəm and verə bilmərəm və burada artikelda yoxdur. Y variantında sildim. D variantı. İnkar cümlədə demək, bəlkə sual olunar ki, nə verəcəm? Or verəcəm uşaqlar andin yerinə. Yəni, burada and gördüyüm yerlərdə əslində cümlə əgər düz olsaydı or verməliydim. 85-ə baxıram. Demək, both students and teachers have gathered in the hall. Yığışdılar zala. Tamam. Neither students nor. Demək, burada bir səhv görürük mü? Neither nor. Students cəmdədir, teachers cəmdədir. Bu doğru variantdır. Neither norla verilib. Both students and teachers have not gathered deyə işlədə bilməyəcəm. Çünki inkar olan cümlədə both and vermirəm. Bunu belə də yadınızda saxlayın. Neither students or teachers, or yox, nor olmalıydı. Yanlışdır. Başda verilə bilməz ayda. Neither students nor teachers have not. Bir də neither nor, iki dənə inkar verilib burada. A variantı doğru variant oldu. 86-ya baxırıq. Both Mike and his friends were excited as exams. Neither nor gördük, bir də not gördük. İki inkar bir cümlədə silirik. Neither Mike orla verilə bilməz. Neither nor deyə verəcəm. Bu da səhvdir. Başda gələ bilməz. Ya, bir də belə baxın.
geri gedim. Ayda ilə nor yox, or verilməli idi. Yəni, yenə deyirəm, səhvdir. Demək, neither Mike nor his friends were excited. Bəli, xəbər də düzgün verilib. Neither nor-da ikinci gələn ismə fikir vermək lazımdır. Cəmdədirsə, xəbər cəmdədir. Bu doğru variantdır. Neither nor, burada never var, burada da neither nor. 2 inkar silirik. 87-də did you buy honey? Honey baldır, sayılmayandır. Ona görə sayılanların işləndikləri variantları sildik. Gözümüzə ilk olaraq o gəldi. Buradan da mənini sildik. Much a little B variantı qalmış olacaq 87-də. 88-ə baxırıq. Traffic science. Traffic science. Burada baxsam, demək 2 isim. İkinci isim cəmdədir. A few bundan əlaqələnir. İkinci isimdən doğrudur. A little lamps deyə bilmərəm. Niyə? Çünki oflu birləşmədə birinci tərəfə baxıram. Birinci tərəfdə sayılan cəmdədir. Bu a little ilə işlənməz. 2 səhvdir. A few mailboxes olmalıydı. Mailboxes. Ona görə bu da səhvdir. A little cabbage soup. 2 isim yan yana gələndə ikinci ismə baxıram. Soup sayılmayandır. A little ilə verilə bilər. 1-4 C variantı. Növbəti 89-da few tomato soup deyə bilmərəm. Niyə? Çünki 2 isim yan yana ikinci ismə baxıram. İkinci isim sayılmayandır. Few ilə işlənməz. A lot of vegetables olar. A lot of electrical energy. 2 isim yan yana. Demək, burada enerji sayılmayan olduğu üçün işlənə bilər. A lot of bu olar. A few power station. A few power stations olmalıydı. Power station ismə baxacaqdım. İsim cəmdə olmalı idi. Səhvdir. Doğru variantımız 2-3 89-da. Növbəti testə baxırıq 90-a. Linda has just started a new job. Başlamışdı. Has started verilib. İndiki bitmiş zaman, demək, have, has-lə cavab verəcək. O mənada did olmaz, sildik bunu. So, have these employees, bu olar. Cümlədə təsdiqdədir, so ilə baxacaq. Did-lə verdiyi üçün bu cümləni götürə bilmərəm. Have-lə verdiyi üçün 4-ü götürə bilərəm. 2-4, 90 A variantı. Növbəti 91-ci testə baxaq. 91-də Little Cassie lay on the surf. Yadımıza saxlayırıq ki, little demək, xüsusi isimlərlə görəndə burada balaca anlamındadır. Bunu demiş olaq. Lay on the surf. Üçüncü şəxsin təkidir. Burada lay, bu on the surf-a görə deyə bilərik ki, uzanmaq anlamındadır. Yəni, lying demək, keçmiş zamanıdır. Demək, birbaşa feil gəldiyi üçün onda bunun, belə deyək, so duay, neither duay qaydası didlə düzələcək. Demək, didlə düzəlsə so did her brother, elə onun qardaşı da, bu doğrudur. Does-la verə bilmərəm, sildim. To ilə did verə bilərəm. To inkarı qəbul eləmir, 3 də düzdür. Bu da indiki zamanda da does-da sildim. 1-3 B variantı. Növbəti, can you give me more of that apple jam? Yaxşı, I liked it. Mən xoşladım onu. Demək, burada mən a lot of desəm. Can you give me more of that apple jam? Daha çoxundan bu alma ceminin. I'd like it. Yaxşı, belə deyək, bu menini siləcək, bu olmayacaq. Mən xoşladım onu. Söhbət burada feildən gedir. O mənada burada bir zərf olmalıdır. A lot of zərfdən işlənməz, lots of da işlənməz. Amma a lot işlənə bilər, bu qalacaq. Bir də very much işlənə bilər, bu da qalacaq.
İndi birinci tərəfə görə baxsam, birinci tərəfdə can you give me, mənə verə bilərsənmi? More of that apple jam, alma cemindən biraz anlamında. Söhbət cemdən getdiyi üçün bura sahil məna olmalıdır. O mənada F-unu da silirəm. Qaldı E variantı. 93-də 93-cü testdə we spent time var burada. In the library. Sahil məna isimdir. O mənada few olmaz. Many olmaz. Yenə few olmaz. İki variantda qaldıq. Very ilə, demək very, ondan sonra to, ondan sonra so. Bunlar artiklesız olanları istəyirdi. Burada da very'dən sonra a little very, a little only ilə işləyən, only a little deyə bilərəm. O mənada bunu da sildim, qaldı bir variant. 94-də baxırıq. The police don't have information, sahil mənim isimdir, əbası əsədat. Information sahil mənim isimdir, a lot, demək, feillə işlənməlidir, sildik. Sayılan isimlərlə olan few, too many, bunlar da sildik, qaldı burada much. 95-də I don't like such people, to ilə don't demək verə bilmərəm. Ona görə də bunu sildik. I don't like such people, eydə ilə inkar verə bilərəm. Bu doğrudur əslində. Don't-la olsa da olmaz, sildik. Ayda veribsə burada inkarı verməlidir. Burada not görürəm, not yox. Don't-la like feilini. I like not deyə bilmərəm. I don't like şəklində olmalıydı. Doğru deyil. Yenə also ilə don't verə bilmərəm. Sildim B variantı, doğru variantında. 96-cı testdə he didn't make nest for the birds. İnkar to olmaz. To inkarla işlənməz. İnkar to yenə işlənməz. He didn't make a nest for the birds. Eydə inkar olar. Bu doğrudur. Also ilə yenə didn't verə bilmərəm. Burada nə var? İki inkarım var böyle. Ona görə yenə verə bilmərəm. Yaxşı. 96-nı dedik. 97-ci testə baxırıq. I liked both the play and the acting. Aha. Yaxşı. Baxırıq. I did not like. Demək, burada bir ayda nor verilib. Bu nor yox, ordu. Sildik. I didn't like both. İnkar varsa and deyə bilmirəm. Yəni both and deyə bilməyəcəm. Bunu da silirəm. I didn't like həm didn't həm neither nor. İki inkar sildim. I liked neither the play. Neither or yox, nor verilməliydi. Bunu da sildik. Qaldı Y variantı. Yəqin ki, bu düzü olacaq. 98-də baxırıq. Demək, neither nor var. Bir də doesn't var. İki inkar sildik. Either or bir də haven't. Or your friend happens to go shopping. Düzgün verilməyibdir. Ona görə bunu da siləcəyik. Neither you nor. Yenə not var. Neither nor var. İki inkar. Demək, burada have not. Not-la and verə bilmirəm. Ümumiyyətlə sildim. Neither nor friends has to go. Aha, Y variantı doğru variantdır. Çünki inkar bir dənədir. Yaxşı. 99-a baxırıq. 99-da he knows both physics and biology. Aha. Burada S var. İndiki sadə zamandır. Demək, he doesn't know both physics or biology. Necə dedik? Doesn't know both physics. Both-la or verə bilmirəm. Ona görə səhvdir. He doesn't know physics and biology. Burada baxsaq.
Nə görmədim? Ayda and vermirik. Bu şəkildə yoxdur. Bir də bu sonda işlənməlidir burada. Yanlışdır. He doesn't know. Neither doesn't. Neither nor. Bir də doesn't. İki inkar var, sildik. He knows neither physics. Neither or verməliydik. Səhvdir. Y variantı doğrudur. Növbəti 100-cü testdə demək Norman won't refuse to help us and Mark won't either. Yaxşı. Belə inkar kimi görsənir, amma bu virgül mənə bu imkanı vermir. Bura qədər 1-dir. Demək, iki cümlə kimi, ayrı-ayrı iki cümlə kimi. Baxmayaraq ki, burada and var, bir də virgül var, amma bir cümlə burada bitir, bura doğrudur. Mark inkar ayda verə bilərəm, bu düzdür. Bura baxsam, to ilə not verə bilmərəm. Burada baxıram, ayda inkar görmürəm. Burada baxsam, inkar var bura qədər, neither will Mark. İnkara görə burada da neither verib, ikincisi də bu doğrudur. 1-4. 101-ə baxaq. 101-də A Few Education Center iki isim yan-yana gələndə ikinci ismə baxıram. Bu cəmdə olmalıydı. Səhvdir. A Little Information sayılmayandır, little-la düzdür. İki isim yan-yana gələndə ikinci ismə baxıram. Cəmdədir, many ilə düzdür. İki isim yan-yana gələndə ikinci ismə baxıram. Sayılan cəmdədir, matchla verilə bilməz. 2-3. Yaxşı. 102-də yaxşı, iki isim yan-yana gəlib, ikinci ismə baxıram, cəmdədir. Bu doğrudur. Slice of bread, oflu birləşmələrdə birinci tərəfə baxıram, cəmdə sayılandır, a little-la verilə bilməz. Oflu birləşmədə birinci tərəf cəmdə sayılandır, matchla verilə bilməz. Bu isə doğrudur, sayılan və cəmdə olandır. 1-4. 103. A lot of books olar. Much students deyə bilmərəm. Much sayılmayanla aynı işlənir. Bu isə sayılan cəmdədir. İkini sildim. A few tourists deyə bilərəm. Sayılan cəmdə. Many homework sayılmayanda many ilə işlənə bilməz. Çünki many sayılanlarla işlənir. Burada da cavabımız oldu 1-3. Qurtardıq deyəsən. Növbəti demək videomuzda tense formsu Allahın izni ilə inşallah elan eləyərik. Videosunu çəkərik inşallah. Sağ olun, gecəniz xeyrə.